Alır. Alır. Sağ ol. Baxın canım. Əruz. Səncə mən burada qalıb işlə tapış edə bilərəm? Bakıda qalmaq istəyirəm. Bakıdır, böyük şəhərdir. Bəlkə də buranın bu sevinci zadı səni alladır. Amma sevinci böyük olduğu kimi buranın kədəri də böyükdür, dərdi də böyükdür. Yəni kənddə alınız dolansınız. Burada nə işləməzsin? Yox, nə işləməzsən də ki, prosta elə belə risk ağlıma gəldi. Variantdan fikirləşirəm. Boş şeydir bu şəhərdə, nə bilim, işıqlı parklar, diskotekalar, klublar, cəmaət bir yerə yığışır, edir. Boş şeydir. Xoşbəxtlik bilsən nədir? O gəlib bir-birinin evində oturmaq, o mehribançılıq. Xoşbəxtlik o deyil, amma xoşbəxtlik nədirsə onun içindədir. Başa düşür, çatdıra bilən fikrimi sən. İnsanın şəhəri. Deyirsən, yəni, şəhərdə baş çıxardanmaram. Baş çıxardanım deyəndə ki, nə işləmək istəyirsən? Yəni, kənddə mal-qara ilə gənə biraz dolanışığımız var da. Burada sən öz də dərsən tək yeri oturmaq istəyirsən. Bilirsən nətərdir belə. Mən bu həyatda bir şey başa düşmüşəm ki, uşaqları valideynlərin arzusu deyil. Mənim nə dədəm olub, nə də ki anam. Bu həyatda heç kimin arzusu olmamış. Ona görə də sözüm də bilirəm ki, mən kiməm. Şöhrətdir həmə. Heç nə. Qalmaq istəyən şəhərdə qal da, mən ölməmişəm ki. Sən var rəhmətlik xalamın yadigarısan. Mən əlimdən gələni eləyəcəm ki, sən burada qal, nəyəsə nail ol. Narahat ol. Sağ ol, Əbəriz. Allah köməyin olsun.